Boşanmadan sonra maddi təminat almaq mümkündürmü? Çoxları düşünür ki, boşanma ilə bütün öhdəliklər bitir, amma qanun başqa şey deyir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, əgər ər və ya arvad boşanmadan sonra əmək qabiliyyəti yoxdursa və maddi baxımdan ehtiyac içindədirsə, o qarşı tərəfdən aliment tələb edə bilər. Yəni bu hüquq yalnız uşaqlara aid deyil. Müəyyən hallarda keçmiş həyat yoldaşı da maddi təminat istəyə bilər. Amma burada vacib bir məqam var. Bu tələb avtomatik yaranmır. Mütləq məhkəməyə müraciət olunmalıdır. Məhkəmə tərəflərin gəlirini, maddi vəziyyətini, ailə münasibətlərinin xüsusiyyətlərini və qanunda göstərilən şərtləri araşdırır. Sadə misalla izah edək. Tutaq ki, qadın uzun illər işləməyib, ailəyə və uşaqlara baxıb. Boşanmadan sonra isə onun daimi gəliri yoxdur və sağlamlıq vəziyyətinə görə işləyə bilmir. Bu halda o, keçmiş həyat yoldaşından maddi təminat tələb edə bilər. Eyni qayda kişiyə də şamil oluna bilər. Əgər o, əmək qabiliyyətini itirib və maddi çətinlik yaşayırsa, qanun ona da bu hüququ verir. Məqsəd nədir? Qanun boşanma prosesində sosial ədaləti qorumağa hədəfləyir. Maddi baxımdan zəif tərəfin tamamilə müdafiəsiz qalmasının qarşısını alır və ailə münasibətlərindən doğan öhdəlikləri hüquqi çərçivədə tənzimləyir. Nəticə olaraq, əgər boşanmadan sonra əmək qabiliyyətiniz yoxdursa və maddi ehtiyac içindəsinizsə, qanun sizə keçmiş həyat yoldaşından aliment tələb etmək hüququ verir. Amma bunun üçün mütləq məhkəməyə müraciət edilməlidir. Hüququnuzu bilmək, onu qorumağın ilk addımıdır. Here are the files you requested. Thank you. I'll review them immediately. Let me know if you need anything else.